Elhamdülillah Rabbil alemin ve lâgıbetu lil muttaqin ve salatu ve selamu ala seyyidina Muhammed ve ala alihi ve ashabi ecma'in. Allahümme ahricna min zulumatil vehm ve akrimna bi nuril fehm ve aftah aleyna bi ma'rifetil ilmi ve sahhil ahlâgana bil hilm ve cealna mimmen yestemi'unel gavle feyettebi'una ahsana. Allahümme la sehla illa ma cealtehu sehlen ve in şi'te cealte hazne sehlen bi kudretke ya erhamer rahimin. Allahümme erinel hakka hakkan verzugna ittiba'ahu ve erinel batile batilen verzugna iştinabe. Allahümme Rabbi işreh li sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Emme ba'd, el fıkhul ekber. Büyük fıkh. Kitabımızın, risalemizin adı budur. Büyük anlayış, büyük fıkh. Bu barədə geniş danışmışdıq. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adından. Sadəcə qısaca ətraflı şərhi yox, qısaca izah verə-verə gedəcək inşallah. Ətraflı şərhi inşallah özünün şərhini oxuyacaq. Allah nəsib elərsə onu oxuyacaq. Bismillahirrahmanirrahim Quran ayəsidir. Nəhl surəsində İnnehu min Süleyman, innehu bismillahirrahmanirrahim deyə keçər. Qarışqa surəsində Nəhl dedim mən, Nəhl surəsində. İnnehu min Süleyman, innehu bismillahirrahmanirrahim deyə surənin tərkib hissəsi olaraq keçər. Ona görə də bismillahirrahmanirrahim ifadəsi Quran ayəsidir. Surələrin əvvəlində yazılması surələrin tərkib hissəsidirmi, surələrin tərkib hissəsi deyilmi məsələsi üləma arasında ixtilaflıdır. Ən isabətli rəy, tərcih olunan rəy, seçilən rəy İmam Əbu Hənifənin rəyidir. Bismillahirrahmanirrahim Quran ayəsidir. Surələrin əvvəlində yazılan Bismillahirrahmanirrahim cümlələri surələrin tərkib hissəsi deyildir. Məsələn, Fatihə surəsinin Quranda baxaraq ki, ayəsi olaraq yazılır. Birinci ayə olaraq yazılır. Əbu Hənifənin ictihadında Fatihə surəsinin birinci ayəsi deyil. Bəqərə surəsinin birinci ayəsi deyil. Necə ki, Bəqərə surəsində birinci ayə olaraq keçmir Bismillahirrahmanirrahim. Elə deyilmi? Ona görə də, yəni üləma arasında ən isabətli rəy mənim sözümdür, son dövr araşdıran alimlərin sözüdür ki, ən isabətli rəy İmam Əbu Hənifənin rəyidir. Bismillahirrahmanirrahim surələrdən ayə deyil. Sadəcə Nəml surəsinin ayəsidir və Quran ayəsidir. Təbərrükən hər yerdə, hər əsərin əvvəlində alimlər ta qədimdən məktubların əvvəlində, dərslərin əvvəlində, ondan sonra risalələrin əvvəlində, elmi əsərlərin əvvəlində Bismillahirrahmanirrahim yazarlar. Təbərrükən, yəni Bismillahirrahmanirrahimin bərəkətini, Bismillahirrahmanirrahimin feyzini öz əsərlərinə və əməllərinə cəlb eləmək niyyətindən yazarlar, əsərləri bərəkətli olsun, faydalı olsun deyə Bismillahirrahmanirrahimlə başlayarlar. Bismillah Allahın adıyla. Ər-Rahman və Rahim Allahın iki vəsfidir. Rahman vəsfi, Rahman sifəti ahirətə aid və dünyaya aid olan sifətdir. Rahman həm bu dünyadaşlara, həm ahirətdəşlərə rəhmətlə xoş münasibət göstərən Rəbb. Rəhm eləyən Rəbb. Rəhim məxsusidir. Sadəcə ahirətdə müminlərə aid olan, Allahın müminlərə məxsus olan vəsfidir. Allah ahirətdə sadəcə mümin qullara rəhimlə davranar. Qeyri-müminə, kafirə neyniyər? Haqq elədiyi əzabı verər. Ona görə də Rəhman bu dünyada kafir də yeyir, mümin də yeyir. Kafir də xəstələrini sağalır, mümin də xəstələrini sağalır. Ona görə Allah Teala bu dünyada qulların hamısına Rəhman sifəti ilə müamilə eləyər. Amma ahirətdə sadəcə müminlərə rəhim sifəti ilə müamilə eləyər. Ona görə də əzlər dedi ki, təbərrükən bu ifadənin, Allahın Rəhman və Rəhim ifadəsinin, vəsfinin, sifətinin hamımıza dünya və ahirətə aid olması üçün üləmamız əsərlərin əvvəlində bu ayələri işlədərdilər. Bu cümləni işlədərdilər. Qalə əl-İmam əl-Əzam Əbu Hənifə rəhiməhullahu Teala. Böyük, əzəmətli imam Əbu Hənifə, Allah ona rəhm etsin, dedi. Adətdən də əzlər, üləmanın əsərini oxuyanda onun tərcümeyi halına azacıq yönələrlər.
Bir hədisi rəvayət eləyəndə, şərh eləyəndə o hədisin rəvisinin tərcümə halını verərlər. Biz də üləmamızın qoyduğu yoldan çıxmamaq üçün qısa bir şəkildə İmam Əbu Hənifənin tərcümə halına toxunacaq. Baxmayaraq ki, hamınız bilirsiniz. İmam Əbu Hənifənin əsl adı Nu'məndir, atasının adı Sabitdir. Müsəlləs ilə Sabit. Kufə şəhərində hicrətin 80-ci ilində anadan olubdur. Resulullah sallallahu aleyhi və səlləmin vəfatından neçə il sonra olur? Hicrətin 10-cu ilində Resulullah sallallahu aleyhi və səlləm 10-cu ilində Resulullah sallallahu aleyhi və səlləm irtihal elədi. 80-ci ildə Əbu Hənifə anadan oldu. Yəni Resulullahın dünyadan dəyişməsindən, dünyadan köçməsindən 70 il sonra Əbu Hənifə anadan oldu. Əbu Hənifə Kufədə azad bir ailədə anadan oldu. Kufə şəhərini Həzrət Ömər saldırıb, xilafət zamanında, öz xilafəti zamanında indiki İraq ərazisində yerləşir. Hal-hazırda o şəhər mövcud deyil. Yaşanmır orada, xarabalıqdır. Və atası Sabit Həzrət Əlinin xidmətçilərindəndir. Əbu Hənifənin atası Sabit Həzrət Əlinin xidmətçilərindəndir. Necə? Çünki əsl xidmətçisi Sabitin atasıdır. Zuta deyilən adam. Sabitin atası Həzrət Əlinin xidmətçisidir və Sabit də uşaq olarkən Həzrət Əlini yanına gətirib və Həzrət Əlidən dua alıbdır. Kimin haqqında? Sabit haqqında. Sabit kimdir? Əbu Hənifənin atasıdır. Və Həzrət Əlinin Sabitin özünə və övladına dua elədiyi Əbu Hənifənin tərcümə halında keçər. Əslən Əfqanistandan olduğu söylənilir. Kabuldan. İndiki Əfqanistanın paytaxtı var ha? Kabul şəhəri. Əslən, yəni əcdadının oradan olduğu söylənilir. Tirmiz şəhərindən olduğu söylənir. Tirmiz indiki Özbəkistan ərazisində bir şəhərin adıdır. Hər necə olursa olsun, əsli Fars əsillidir. Əfqandır, Farsdır və yaxud Əfqan dilli, Fars dilli bir xalqdır, tacihdir. Bunu təyin eləmək mümkün deyil. Amma dəqiq bilirik ki, Fars dilli bir əcdada sahibdir. Uşaqlığından elmə həvəs göstərir və elm öyrənib və əvvəl dünyasını, yaşayışını təmin eləmək üçün xəz deyilən parça növü var. Qiymətli bir parça növüdür qədim dövrdə. Xəz dərlər. Onun ticarətinlə məşğul olubdur. Və elmə yönəlməsi haqqında müxtəlif rəvayətlər var. Ən səhihi, rəvayətlərin ən etibarlısı odur ki, ticarət əsnasında çoxlu məsələlərlə rastlaşıb bu adam. Alqı, satqı, halallıq, caizlik, qeyri-caizlik. Ona görə bu adam elə işinlə əlaqədar fıqhı öyrənmək məcburiyyətində qalıb. Fıqhı öyrənəndən sonra başlayıbdır Həmmad İbn-i Süleyman deyilən, Həmmad İbn-i Əbi Süleyman deyilən alimin dərslərinə davam eləməyə, halqasına davam eləməyə. Və o halqaya oturmasını belə izah edir özü rəhməhullah. Deyir ki, əvvəlcə başqa birisinin halqasına, yəni dərs halqasına gedərdik. Dərslər o zaman məscidlərdə olardı əzizlər. Və məscidlərdə şeyxlər oturardı və onlar söhbət eləyərdilər. Deyir, halqada otururdum, özünün halqası var idi Əbu Hənifənin. Halqada oturub münazərə eləyərdi. Bax, bu kəlam məsələlərini. Kəlamın hələ adı yoxdur ortada, sadəcə bunu münazərə deyirlər. Bəzi sapıqlar, əqidə problemi olanlar, dinsizlər filanlar gələr, oturar, nə eləyədilər? Münazərələr, mübahisələr eləyədilər. Doğru nədir, səhv nədir, kim düzdür, kim səhvdir? Əbu Hənifə bu söhbətlərə oturardı. Bir gün bir nəfər qadın gəldi, Əbu Hənifədən bir məsələ soruşdu. Əbu Hənifə bunun cavabını bilmədi. Gəldi, qadın idi, məscidə girdi, baxdı bir halqa var, halqaya yaxınlaşdı. Əbu Hənifə bunun cavabını bilmədi və o qadına dedi ki, Həmmad İbn Əbi Süleymanın halqasını göstərdi. Dedi ki, get, ondan soruş. Ondan soruşandan sonra verəcəyi cavabı gəl mənədir.
Verəcək cavab mənə gəldi. Təbii qadın getdi, Həmmad ibn Əbi Süleymandan məsələni soruşdu. Məsələ kölə, cariyə qadının, kənizin boşanması məsələsi idi. Təbii bu saatı yoxdur, bizə maraqlı da deyil. Və getdi, gətirdi cavabı, Həmmad ibn Əbi Süleymanın cavabını Əbu Hənifəyə dedi həmən qadın. Əbu Hənifə deyir ki, gördüm ki, mənim məşğul olduğum elmdə bir fayda yoxdur. Ona görə başmağımı götürdüm, getdim otdum Həmmad ibn Əbu Süleymanın halqasına. 18 il fasiləsiz Həmmad ibn Əbu Süleymanın halqasında oturub dərs aldı Əbu Hənifə. Əbu Hənifənin bu 18 illik elminin, 18 illik zəhmətinin qiymətini bilməyib, onun haqqında Əbu Hənifə alim deyildir deyənlərin, vallahi qiyamət günü axırı nə olacaq mən bilmirəm. 18 il alimin dizinin dibində oturub elm almaq hər oğlun ağzı deyil. Bugün gedib 5 il, 3 il universitetdə oturub 2 kitab oxuyub, 3 şeyxə qulaq asıb, özünü alim sayanlar, 18 il fasiləsiz bir alimdən dərs alan bir adamın əməyini itirib buna deyirlər ki, Əbu Hənifə alim deyildi, hədis bilmirdi filan filan. 18 ilin tamamında Həmmad ibn Əbu Süleymanın dünyasını dəyişəndən sonra Əbu Hənifənin özünü Həmmad ibn Əbu Süleymanın yerinə oturdu. Əsas müəllimi budur. Bundan başqa Əbu Hənifənin tərcümə halında mindən çox şeyxlə görüşdüyü və onlarla söhbət elədiyi bildirilir. Bunlardan bir neçə yüzünün adını yəni o təbaqat deyərlər, tərcümə hallar yazan alimlər siyahısını tərtib edib ki, təsdiq edib ki, bax, Əbu Hənifə bu adamlarla görüşübdür. Və bu şəkildə Əbu Hənifə oturdu halqıya və Əbu Hənifənin ətrafında alimlər toplaşdılar və onun elmini verdilər növbəti gələcək nəsillərə. 3 dəfə qazılıq təklif olundu. Bugünkü Respublika prokurorluğu vəzifəsi. 3 dəfə təklif olundu. Respublika prokurorluğu vəzifəsi qazılıq vəzifəsinin yarısıdır. Bunun yanında bir də məhkəmə, sud, bugün biz məhkəmə deyil ya, sud ya, hakim deyil ya. Qazı həm prokurordur, həm hakimdir. Yəni, prokurorla hakimin vəzifəsini ikisini birlikdə icra edən adamdır. İndi baxın, ali məhkəmə var da, Respublikamızın ali məhkəməsi var, ali məhkəməsində hakimi var. Ali məhkəmənin hakiminlə Respublika prokurorunun vəzifəsini ikisini birlikdə Əbu Hənifəyə təşkil edirlər. O da balaca bir məntəqəni yox, İslam dünyası xilafəti. Bir üzü Əndəlusda, bir ucu Çində. Əbu Hənifə istəməyib, etiraz edib. Və Cəfər ibn Mənsur deyilən xəlifə Əbu Hənifədən soruşur, elmi hardan aldı? Deyir, elmim Həzrəti Ömərə, Həzrəti Əliyə, Abdullah ibn Ömərə, Abdullah ibn Məsuda və Abdullah ibn Abbasa qaydar. Bu 5 sahabənin adını çəkir. Və bu 5 sahabə həqiqətən də araşdıranda baxırıq ki, Əbu Hənifənin rəvayətləri hamısı isnad olunur əsasən bu sahabələrə. Hamısı müştəhid, alim sahabələrdir. Və qazılıq təklifində, yəni bu danışıq qazılıq təklifi əsasında olur Əbu Hənifə ilə o Cəfər ibn Mənsurun söhbətləri. İndi bir axtarır, bir bahana gəzir ki, Əbu Hənifə ilə eləsin, bağlasın oraya. Əbu Hənifə deyir ki, qazı olacaqsın. Deyir, mən qazılığa yaramıram. Baxın, Əbu Hənifənin iti zəkasına baxın, əzizlər. Deyir ki, mən Əmrəl-Müminin sağ olsun, mən qazılığa yaramıram. Deyir, yalan deyirsən. Deyir, vallahi, Əmrəl-Müminin şahidlik elədi ki, mən qazılığa yaramıram. Necə? Əmrəl-Müminin deyir ki, Əbu Hənifə, sən qazı ol. O da deyir ki, mən yaramıram. İndi yaramıram deyirsə doğru deyir, düzdürmü? Doğru deyirsə həqiqətən yaramır. İkinci bir tərəf, Əmrəl-Müminin deyir ki, yalan deyirsən, sən yarıyırsan. Bu dəfə Əmrəl-Müminin bunun yalancı olduğunu əslində yarıyır, amma yalandan deyir ki, yaramıram. Bu dəfə Əmrəl-Müminin nə deyir? Yalancı olduğunu təsdiq elədi mi? Yalancıdan qazı olarmı? Olmaz. Və Həzrəti Əbu Hənifə rəhməhullah bu şəkildə xəlifənin sözünü bağlayır, hökmü, yəni İslam şəriyyətindən kənara çıxmadan. Əgər doğruyamsa, yaramıram deyirəm. Əgər yalancıyamsa, heç yaramıram. Bu şəkildə qazılıqdan boyun qaçırır, amma baxmayaraq,
Bunu həbs edib məcbur şəkildə qazılığı vermək istəyirlər. Qazılığı vermək istəsələr də qəbul eləmir. Rəvayətlər müxtəlifdir. Artıq bunu dəqiqləşdirmək də mümkün deyil, heç maraqlı da deyil. Hər necə olursa olsun, Əbu Hənifə öz əcəlinlə ölüb, nə mənada? İnşallah, bax, bu əqidə mövzumuzdur. Amma səbəb var. Öldürülüb. Öldürülsə belə öz əcəlinlə ölüb. Amma öldürülüb. Yəni, ölüm səbəbi nədir? Arizidir, böyürdən, kənardan gəlmədi. Zəhərləndiyi söylənir, bu da sabitdir. Və sadəcə ixtilaflı olan həbsdə mi öldü, həbsdən çıxdı mı öldü? Bu ixtilaflıdır. Bəzi ulama deyir ki, həbsdə, zindanda öldü. Bəzi ulama da deyir ki, həbsdən çıxdı öldü. Hər necə olursa olsun, Əbu Hənifəni zəhərlədilər və hicrətin 150-ci ilində 150-ci ilində neçə yaş eləyir? 70 yaşında. 70 yaşında Allahın rəhmətinə qovuşdu. Və bu Əbu Hənifənin indi qarşımızdakı ən məşhur, ən tanınan, ən əsasi risaləsini biz oxuyuruq. Dedik ki, Fiqhul Əkbəri. Həmin bu Əbu Hənifə deyir: Əl-aslu təvhidi və mə yəsihhu əl-i'tiqadu aleyhi. Əl-aslu təvhidi, tövhidin əsli, tövhidin özəyi, tövhidin özü. Və mə yəsihhu əl-i'tiqad aleyhi. Və etiqad olunması doğru olan, etiqad etməsi, etiqad edilməsi səhih olan məsələ. Etiqad edilməsi səhih olan məsələ. Yecibu ən yəqul. Vacibdir ki, deyəsən. Aha, indi bu məsələyi izah edirik sizə. Bir insanın etiqadın özünün nə olduğunu, həqiqi, doğru, səhih imanın, əqidənin nə olduğunu izhar eləməsi üçün bir insanın əvvəldə də dediyimiz kimi Allaha həqiqi qul olub, yaxşının, yamanın həqiqi mizanını, həqiqi ölçüsünü tapdığını və o ölçü üzrə hərəkət elədiyini bildirməsi üçün nə deməsi lazımdır? Əbu Hənifə deyir: Əməntu billah. Allaha iman etdim deməsi lazımdır. Əməntu billah. Əqidənin birinci bəndi. Bunu inşallah geniş öyrənəcək inşallah qarşıda. Əməntu billah. Və mələikətihi. Allaha iman elədim və mələklərinə iman elədim. Və kutubihi. Və kitablarına iman elədim. Və rusulihi. Və peyğəmbərlərinə, rəsullarına iman elədim. Vəl yevmil əxiri. Qiyamət gününə iman elədim. Vəl bə'asi bə'dəl mevti. Öldükdən sonra dirildiləcək olmağa, ölümdən sonra dirilməyə iman elədim. Vəl qədəri. Qədərə iman elədim. Xeyrihi və şərrihi minallahi Teala. Xeyri və şəri, yaxşısı və yamanı Allah Teala'dandır. Bir insan, yazacaqsınız, tələsməyin, mən deyəcəm, yazacaqsınız. Bir insan mömin, müsəlman, tövhidin əsilini izhar eləməsi üçün, tövhiddə sabit olduğunu bildirməsi üçün, tövhid üzərə olması üçün, etiqadının səhih olduğunu göstərməsi üçün nə deməlidir? Allaha, mələklərinə, peyğəmbərlərinə, kitablarına, ölümdən sonra dirilməyin haqq olduğuna, qəza-vı qədərə, yəni qədərə, xeyrinin, şərrinin Allahdan olduğuna iman elədim. Neçə bənd oldu əzizlər? Allaha iman elədim, mələklərə iman elədim, kitablara iman elədim, peyğəmbərlərə iman elədim, öləndən sonra dirilməyə iman elədim, qəza-vı qədərin, xeyrinin, şərrinin Allahdan olduğuna iman elədim. 6 əsas. Bugün imanın 6 şərti dediyimiz zaman bunlar nəzərdə tutulur. Bunlardan 6'sından 5'ini təsdiq edib, birini inkar edən mümin olmaz. Kafirdir. 6'sını da təsdiq eləmək lazımdır. 6'sını da dilinlə deyib, qəlbinlə təsdiq eləyərsənsə, həqiqi mümin olmuş olarsan. Bəli. Bax, indi yazırıq dərsimizin birinci cümləsi. Yəni, birinci punktu, birinci bəndi. Birinci bəndi.
Allah'a, mələklərinə, kitablarına, peyğəmbərlərinə, qiyamət gününə, öldükdən sonra dirilməyə, qədərin haqq olduğuna və xeyrinin, şərinin Allahdan olduğuna iman etdim. İman etdim. İndi mən bunu sizə niyə belə yazdırıram? Bunu yazacaqsınız bu bəndi. Sonra bu bənd sadəcə bir səhifəyə yazacaqsınız. İkinci səhifəyə, o səhifəyə bu bənddən sonra heç nə yazmayın. Bunu yazın. Bu bənddən sonra inşallah İmam Tahavinin əqidəsini gətirəcəyik. Görək İmam Tahavinin əqidəsindən Əbu Hənifənin Fıkhul Əkbər arasında fərq nədir? Bunu dəqiqləşdirməkdən ötürü bu cümlənin altına daha içinə yazmayın. Qeydlərinizi başqa yerə eləyin. İndi bu bənd üzərində davam edirik. Əməntu billah. Allaha iman etdim. Allaha iman etdim dediyimiz zaman nə başa düşürük sizlər? Yəni, Allaha iman etdim dediyimiz zaman başa düşdüyümüz odur ki, yeri, göyü, gördüyümüz, görmədiyimiz, bildiyimiz, bilmədiyimiz hər şeyi yaratmış bir Xaliq var. Hər şeyi idarə eləyən, hər şeyi nəzarətdə saxlayan, hər şeyi ölçü ilə yaradan, hər şeyin ruzisini verən, hər canlının təbii ruzi sahibi, hər əvvəli və axırı bilən bir Xaliq, bir yaradıcı qüvvə vardır. Bu qüvvənin mübarək ismi, Zat-ı Cəlalının ismi Allahdır. Allahdır. Bu Zat-ı Cəlalın, bu uca varlığın adı Allahdır. Amma əsli ilahdır. Yəni, ilah ibadətə layiq olan haqq varlıqdır. Və ilah başqa şeydir, Allah başqa bir məfhumdur. İlahın haqq olanı var, batil olanı var. Haqq olan ilah, haqq olan məbud, şəriki, oxşarı, bənzəri olmayan və adı Allah olan ilahdır. Ona görə tövhiddə kəlməmiz nədir? Əşhədü ən la iləhə illallah. Şahidlik eləyirəm ki, Allahdan başqa ilah yoxdur. İlah sözünün Azərbaycan türkçəsinə ən orijinal tərcüməsi Tanrı sözüdür. Tanrı. İlah sözünün tam ekvivalent qarşılığıdır. Tanrı. Rus dilində Bogdur. Məsələn, İngilis dilində qad dərlər, elə deyilmi? Qud mu, qad mı? Hə, qud, qad. İndi ləhcə fərqi, o bizi maraqlandırmaz. Məsələn, bildiyim Gürcü dilində Gımerto dər. Fars dilində Xuda dər. Xuda da, Gımerto da, Bog da, Tanrı da, ilah da hamısı bir ad daşıyır. Həqiqi olanı, ibadətə layiq olanı, onun adı Allah'dır. Bunu izah edebildim mi fikrimi? Batil olanın adı başqadır. Məsələn, Hubel bütüydü, ilahdı, batil bir ilahdı, şirkdir və onun adı var. Nədir? Hubel. Ona görə əzizlər, zaman zaman Allah ifadəsindən ilah ifadəsi qarışdırılır. Allah adı, Allah ləfsi, ibadətə layiq olan haqq məbudun, haqq tanrının, haqq ilahın adıdır. Başa düşdün bunları? İnşallah vəsfi, sifətləri haqqında davam edəcəyik əvvəldə, davamında. Və mələikətihi və Allahın mələklərinə inandıq. Mələikətihi Allahın əzizləri yaratdığı məxluqat arasında
mələk deyilən bir məxluq var. Bu məxluq Allahın özünün də Quran-ı Kərimdə bildirdiyinə görə nurani bir məxluqdur. Yəni nurdan yaradılıb. Nurdan yaradılıb. Nur nədir? Nur, əzizlər, bir işıq saçan bir şeydən əks olunan işıqdır. Bunu belə izah edirik. Allah Teala kitabında buyurur: وَجَعَلْنَا الشَّمْسَ سِرَاجًا وَالْقَمَرَ مُنِيرًا. Güneşi işıq saçan etdik, qəməri nur saçan etdik. Nur maddənin özündə olmaz. Nur maddədən əks olunan şeydir. İşıq maddənin özündə olar. İşıq güneşin özündədir. Nur aydan əks olunandır. Və bu aydan əks olunan nurdan Allah Taala, yəni aydan əks olunan demirəm, ha birbaşa aydan nəsə başa düşərsiniz, elə bilərsiniz günəşdən aya düşüb, oradan əks olunan nurdur mələklərin zatı. Yox. Yəni nurdur. Amma hansı nurdur? Onu nə bilmirik, nə araşdırmırıq, bilməyimizin də bir faydası yoxdur. Çünki hansı nurdan yaratdığını nə Allah deməyib bizə, nə Rasulü deməyib bizə. Öz iştihadımızla Allah Taala mələkləri hansı nurdan yaratdı deyə araşdırmamız bizi həlakə aparmaqdan bir şey yaramaz. Sadəcə ona yarayar. Onu araşdırmaq. Niyə? Çünki Allah Resulü deyir ki, şeytan insanlara deyər ki, bunu nə yarattı? Ondan sonra deyər, onu nə yarattı? Axırda dedirlər ki, bəs Subhanahu Teala Allah'ı nə yarattı? Ona görə ən təhlükəli fikrə gəldik, çıxdıq mı? Ona görə bu kimi sualları ortaya atarlar. Müminlərin beynini qarışdırmaq üçün, müminlərin fikrini dolaşdırmaq üçün. Allah Taala mələkləri yaratdı, nurdan yaratdı. Nə nur, hansı nuruydu? İndi gəlsən bunun cavabını ver. Bəli, bu kimi suallarla ən gözəli nədir? Biz məşğul olmuruq, biz inanırıq ki, Allah mələkləri nurdan yaradıb, hansı nurdan yaratdığı bizə lazım deyil. Niyə? Çünki Allah onu bizdən soruşmayacaq. Başa düşdün mü? Allah mələkləri nurdan yaradıb əzizlər. Mələklərin zatı nurdur. Ona görə də o mələklərdə nəfs deyilən şey yoxdur. Mələklərdə nəfs olmaz. Mələklər Allahın əmir və qadağanlarına qeyri-şərtsiz itaət eləyən, Allaha isyan eləməyən bir məxluqlardır. Hərəsinin öz əmri var, hərəsinin öz vəzifəsi var və bu əmri, bu vəzifəyi yerinə yetirməklə məsuldurlar və başqa bir şey eləməzlər. Allahın mələkləri arasında bizə tanıdılan, bizə bildirilən mələklər var ki, bunların ən böyüyü Cəbrail əleyhissalamdır. Cəbrail əleyhissalam baş mələkdir, vəhiy mələyidir. Allahın risalətini peyğəmbərlərə çatdıran mələkdir. Quranda adı keçər, Cibril deyə Quranda adı keçər. Ondan sonra Mikail əleyhissalamdır. Mikail əleyhissalamın vəzifəsi kainatın idarəsidir. Mikail əleyhissalamın vəzifəsi nədir? Allahın yaratmış olduğu bütün məxluqatın idarəsidir. O ona nəzarət edir. Yerin, göyün, ulduzların, okyanların, hər şey ağlımıza gələn mövcudatdan, məxluqatdan hər şeyin idarəsi hansı mələyin əlində dedik? Mikail əleyhissalamın. Üçüncü mələyin adı İsrafildir. İsrafil əleyhissalamın vəzifəsi qiyamət gününü xəbər vermək üçün sur deyilən alətə üfürməkdir. Allahdan əmr gələndə İsrafil əleyhissalam sur deyilən alətdən üfürəcək və o surdan bir səs çıxacaq. Və o səsi eşidən hər canlı, ruh daşıyan hər canlı, mələk də, cin də, heyvan da, insan da, hamısı öləcək. Qiyamət başladı. Ondan sonra İsrafil əleyhissalam sura 1-də üfürəcək. Bu dəfə kainat dağılacaq. Ay, ulduz, hamısı getdi. Ondan sonra axırda Allah Taala, inşallah onları ətraflı danışacaq yenə, Allah Taala üçüncü dəfə İsrafil əleyhissalama sura üfürməyə icazəsi verəcək.
onda da məxluqat nə olacaq? Diriləcək. Qəbirdən geri diriləcək. Ərasət meydanına toplaşmaq üçün. Bunun vəzifəsi budur. Suru əlinə götürüb, hazır dayanıb. Resulullah sallallahu aleyhi ve sellem deyir bunu. Hədis şəriflərdə gələr. İnşallah yeri gəldikcə o hədisləri də oxuyacaq sizə. Suru hazır götürüb, nəfəsini çəkib, bax, qiyamətin yaxın olmağını bildirən bir hədisdir bu. Suru əlinə götürüb, nəfəsini çəkib, nə qalıb? Üfürmək. Bir nəfəs içəridə nə qədər dayanar? Çox az. Ona görə bu qiyamətin yaxınlığını bildirmək üçündür. Bəli, əzizlər, 4-cü mələyin adı ölüm mələyidir. Burada biraz dayanmaq istəyirəm. Ölüm mələyi deyə Quranda keçər. Mələkul Mevt deyə. Və hədislərdə də Mələkul Mevt keçər. Amma arada, insanlar arasında bu mələyə Əzrail deyərlər, əleyhissalam. Bu Əzrail adı hardan gəldi? Bu adı demək olarmı? Mələyə Əzrail demək bidətdimi? Bax, bu sual üzərində bir balaca dayanacaq. Heç kəs bunu inkar eləmir. Mələyin vəzifəsi məxluqatın ruhunu qəbz eləməkdir. Can sahibi, cinlərin və insanların ruhunu nədir? Almaqdır. Əzrail əleyhissalamın vəzifəsi budur. Buna görə buna deyiblər ölüm mələyi, Mələkul Mevt. Resulullah belə deyib və Quranda bu şəkildə keçir. Bəs bu Əzrail adı hardan peyda olub? Əzrail adını, əzizlər, bir nəfər tabiun alimlərindən Vəhb ibn Münəbbəh deyərlər. Vəhb ibn Münəbbəh əsli Yahudidir. Sonradan iman eləyib, müsəlman olub və ülamadandır. Yəni, İslam alimlərinin sırasında onun da adı çəkilir. Vəhb ibn Münəbbəh bu mələyin adının Əzrail olduğunu söylüyor. Aha. Demək, Əzrail əleyhissalamın adı bizə hardan gəlir? Bəni İsraildən gəlir. Və bunu söyləmək heç bir problem törətməz. Niyə? Çünki ülamamız, klasik ulama, İmam Suyuti kimi, İmam Hafiz İbni Kəsir kimi, digər ulama öz kitablarında bu mələyin adını Əzrail olaraq zikr edirlər. Bu mələyə Əzrail demək, zaten o mələyin şəninə, haqqına bir təhqir verərmi? Əgər vermiş olsaydı, İmam Suyuti kimi bir alim, İbn Kəsir kimi bir alim bunu yazmazdı kitabına. Sadəcə, bəli, onu biz də qeyd edirik ki, Resulullah sallallahu aleyhi və səlləmin adlandırdığı adla adlandırmaq daha yaxşıdır. Ölüm mələyi demək daha yaxşıdır. Amma bir insan buna Əzrail deyərsə, dindən çıxmaz, bidət işləməz, ümmətin yəni bir problemli bir məsələsinə çevrilməz bu şey və bu məsələyi problemə çevirmək, bu məsələyi müzakirə etmək bilirsiniz mi nədir? Sadəcə belə bir atalar məsəli var, stəkan suda fırtına qopartmaq. Bir stəkan suda fırtına qopartmaq. Bəs nə danışırsan, sən ölüm mələyinə Əzrail dedin. Ya bir şey olmadı ki. Bu zaten bu mələyin adının Əzrail olduğunu İslam alimləri də qeyd edibdir. Və bunlardan sonra qardaşlar digər mələklər var. Məsələn, kiramən katibin mələklər deyirik. Quranda mövcud olduqlar sabitdir. Və onlar insanların əməllərini yazarlar. Sağ tərəfdə olan yaxşı əməlləri, sol tərəfdə olan günahları yazar. Bunlar haqqında da inşallah oxuyacaq. Bundan başqa da mələklər var. Günəşin doğmasına baxan mələk, yağışın yağmasına baxan mələk, yağış damcısını daşıyan mələk, qar damcısını, qar dənəsini daşıyan mələk, gözümüzün kirpiyi, göz qapağımızı qaldıran, endirən mələk. Hər şeyin bir mələk tərəfindən idarə olunduğu etiqadımızda vardır. Onun işi nədir? Mənim gözümün qapağını qaldırıb endirmək. Elə ki, mən ömrümü tamam elədim, o mələk vəzifəsini bitirdi, Allahın əmrinə çəkildi. Bu mələklər evlənməz, çoxalmaz, artmaz, yeməz, içməz. Sadəcə öz işini yerinə yetirər. Dəlilimiz də odur ki, sayını Allahdan başqası bilməz. Dəlilimiz də Quran-ı Kərimdəki ayə var ki, وَمَا يَعْلَمُ
İnne li rabbika cunudan və ma ya'lemu adada illa huwa. Bax bu mən səhv edirəm Quran ayəsini, Allah məni bağışlasın. Hıfzımda yoxdur. Allahın qoşunları vardır ki, məalını deyəcəm. Allahın qoşunları vardır ki, ədədini ondan başqası bilməz. Allahın qoşunları vardır ki, ədədini, sayını ondan, yəni Allahdan başqası bilməz. Bu, mələklərə aid ayət-i kərimədir və sayını Allahdan başqası bilməz nə qədər mələk var. Keçdik və kutubihi. Allahın kitabları. Allah Teala Adəm əleyhissalamı yeryüzünə göndərəndən sonra zaman-zaman öz peyğəmbərlərinə vəhiy göndərib, kitablar göndərib, öz əmirlərini və qadağanlarını göndərib və insanlar da o kitablara görə əməl ediblər. Kitabların əsası 4-dür. Ən məşhur yəni. Musa əleyhissalama Tövrat gəlib, İsa əleyhissalama Zəbur gəlib, Davud əleyhissalam, səhv elədim, İsa əleyhissalama İncil gəlib, Davud əleyhissalama Zəbur gəlib, Məhəmməd sallallahu aleyhi və səlləmə də Quran gəlib. Bu 4 kitabdır. Bundan başqa əzizlər bir də suhuf deyilən kitablar vardır. Suhuf. Suhuf ərəb dilində səhifə sözünün cəmidir. Səhifələr. Suhuf ərəb dilində səhifə sözünün cəmidir, səhifələr deməkdir. 10 səhifə Adəm əleyhissalama gəlib, 20 səhifə İdris əleyhissalama gəlib, səhif eləmirəmsə 50 ya 40 səhifə İbrahim əleyhissalama, İdrislə işiti qarışır, yəni, ola bilər işit olsun. 30 səhifə var, bir də 50 səhifə var, 10 səhifə var, 20 səhifə var, 2 dənə. Və bu səhifələr də onlara səhifə şəklində gəlib, əzizlər, bunlarda hamısı şəriətlər var idi. Hardan bilirik? Və kitabda, Quran-ı Kərimdə bunun dəlili var. Yəni, Qurandan başqa səhifələrin olduğuna Quran-ı Kərimdən dəlil var. Dəlil budur. Kutubu İbrahimə, Suhufi İbrahimə və Musa ayəsi. İbrahimin və Musanın səhifələri. Buradan da başa düşürük ki, İbrahim əleyhissalamın səhifəsi var idi. Ondan sonra hədis şəriflərdə gəlir. Resulullah sallallahu aleyhi ve sellemdən sahabə soruşur ki, ya Resulallah, Allah nə qədər kitab göndərdi? Həmin hədisdə sırasından, sayınla deyir ki, filan kəsə filan qədər, filan kəsə filan qədər, filan kəsə filan qədər nə gəldi? Səhifə gəldi, 4 də kitab. 4 kitabdan Musa əleyhissalamın Tövratı haqqında bilirik. Mərufdur, məşhurdur. İsa əleyhissalamın İncili haqqında da bilirik. Mərufdur, məşhurdur. Zəbur ortada yoxdur. Elədir mi? Heç gördünüzmü Zəbur kitabı deyə bir kitab? İncili hər halda görmürsünüz. Tövrat deyə görmürsünüz. Zəbur yoxdur. Hardadır Zəbur? Beləsinə. Bax, bu sualın cavabı budur. Qurandakı elhamdülillah hamımızın gözünün qarşısında əllərimizdədir. Elhamdülillah Allah elmlənib, Quranla elmlənib, Quranın bərəkətinlə əməl eləməyi, elmlə əməl eləməyi hamımıza nəsib eləsin. Zəbur, əziz qardaşlar, Zəbur Davud əleyhissalama gəlmiş bir zikir kitabıdır. Zəburda halal, haram hökmü yoxdur. Zəbur şəriət kitabı deyil. Sadəcə Davud əleyhissalama gəlmiş, nədir? Bir zikir kitabıdır. Və bir zikir kitabı olaraq Tövratda mövcuddur. Bibliya deyərlər ona. Kitab-ı müqəddəs deyərlər. O kitab-ı müqəddəsdə, əhd-i ətiqdə deyərlər. Orada mövcuddur. Bibliya dediyimiz kitab müqəddəs deməkdir və o Bibliyada bütün peyğəmbərlərə gəlmiş səhifələr və kitablar yığılıdır. İsa əleyhissalama qədər, Qurana qədər daha doğrusu. Sadəcə Yəhudilər əhd-i cədidi, İncili qəbul eləməz. Əhd-i ətiqi qəbul elər. İsa əleyhissalama gələn İncili qəbul eləməzlər. Təbii Quranı heç qəbul eləmirlər, bunu bilirik. Xristiyanlar isə əksinə. Özləri üçün Bibliyaları var, Tövratları var, İncilləri var və digər kitablar var ki, onun hamısını qəbul edirlər. Yəni, əhd-i ətiq və əhd-i cədid birlikdə nə adlanır? Bibliya. Kitablar topusu kitab-ı müqəddəs. Və bu kitab müqəddəsdə həmin o dediyimiz Zəbur hissəsi var. Kitab müqəddəs hissələrdən ibarətdir. Tövrat kitabı özü 5 hissədən ibarətdir.
yaradılışdır, yaradılış kitabı, təsniyə kitabı, Levillər kitabı, hökmlər kitabı, bir də Xurud kitabı. Ondan sonra Musa aleyhissalamla İsa aleyhissalamın arasında olan peyğəmbərlərə gəlmiş kitablar var, səhifələr var. Hansı ki, onlar haqqında biz bir şey demirik. Nə təsdiq eləmirik, nə inkar eləmirik. Çünki hədislərdə bizə o barədə və Quranda bizə o barədə məlumat verilməyib. Məsələn, orada Yuşa İbn Nun deyilən Nəbinin kitabı var Tövratda. Həmçinin Davud əleyhissalamın Zəburu da hardadır? Əhd-i Ətiqin Bibliyanın tərkibindədir. Sadəcə zikir kitabıdır, müstəqil olaraq Zəbur kitabı çap olunmur, olunsa belə yaygın deyildir. Ondan sonra gəldik son kitab təbii özümüzün Quran-ı Kərimə. Quran-ı Kərim haqqında bilirik. İlk vəhiy Cəbrail əleyhissalam Resulullah sallallahu aleyhi ve sellem'e Məkkədə gətirdi. Resulullahın 40 yaşı olanda gətirdi. Və Hira mağarasında ilk vəhiy nə oldu? Oxu, iqra. İlk vəhiy budur. İqra, oxu. Və Resulullah sallallahu aleyhi ve sellem mən oxumaq bilmirəm dedi. Onu 3 dəfə sıxdı. Hər dəfəsində mən oxumaq bilmirəm dedi. 3-cü dəfə o dedi Resulullah özlüyündən başladı. Cəbrail əleyhissalamın ona vəhiy elədiklərini oxumağa. 5 ayə, Ələq surəsindən 5 ayə. İqra, əstağfirullah. İqra bismi rabbikəl-ləzi xələq, xələqəl insənə min ələq, İqra və rabbukəl əkrəm, əlləzi əlləmə bil-qələm, əlləməl insənə mə ləm ya'ləm. Bu 5 ayəni oxudu. Və əzizlər, geri qadir mələklərin vəsfi haqqında bu yerdə bir söz demək istəyirəm. Cəbrail əleyhissalamı Resulullah sallallahu aleyhi və səlləm risaləti müddətində 2 dəfə Allah necə yaradıbsa elə gördü. Cəbrail əleyhissalamı Allah necə yaradıbsa elə 2 dəfə gördü Resulullah sallallahu aleyhi ve sellem. Birinci dəfə həmin bu vəhiy gələndə. Resulullah sallallahu aleyhi ve sellem'e vəhiy gəldi, öz rəvat eləyir, deyir, çıxdım, evə gedir, yəni qorxu keçirib evə gedir, üfüqü deyir, baxdım, üfüqü doldurmuşdu. Üfüq dolmuşdu. Və bəzi rəvayətlərdə gələr 600 qənədi var. Keçən söhbətlərimizdə mələyin qənədi haqqında danışmışdıq. Da quşun qənədindən deyil. Qənədi var, necədir bilmirik. 600 qənədi var. Və ulul əcnihə deyə Allah Teala bunu Quranda xəbər verir. İndi əzizlər, ən baş mələyi Cəbrail əleyhissalam Resulullah sallallahu aleyhi ve sellem görəndə huşunu itirdi. Huşunu itirdi. O əzəmətin, o hikməti Resulullah sallallahu aleyhi ve sellem qəbul edə bilmədi. Ona görə Cəbrail əleyhissalam Resulullah sallallahu aleyhi ve sellem yanına adətən bəşər şəklində gələrdi. İnsan şəklində. Ən çox elə gələrdi. Vəhyi insan şəklində gələr, əzbərlədə gedərdi. Bunları deməkdə səbəb nədir əzizlər? Bunları deməkdə səbəb odur ki, mələklər nurani, görmədiyimiz məxluqlardandır. Bu qeybiyyat, imandakı qeybiyyat məsələləridir ki, inşallah onu gələcək biz hamısını bir-bir, qeybiyyatdandır. Və o qeybiyyatı görməməyimizdəki hikmət, bax burada meydana çıxır ki, bizim yaradılış fitrətimiz ona güc çatdıra bilməz. Necə ki, ən kamil insan, məxluqat arasında, insanlar arasında ən mükəmməl insan Resulullah sallallahu aleyhi ve sellem'dir. Resulullah sallallahu aleyhi ve sellem ki, Cəbrail əleyhissalamı gördü, bir halda ki, ondan vəhy ağırlığını qəbul eləyirdi. Onu görürkən, onu qəbul eləyə bilmədi, huşunu itirdisə, bizim halımız nə olar? Ona görə də Allah Teala onları bizim üçün nə eləyib? Pərdəliyib. Biz mələyi görə bilmərik. Sualdır, bir insan dünyada mələyi görə bilərmi? Əbədiyyən yox. Bir insanın gördüyü sadəcə cin ola bilər. Cin onu aldada bilər və mələyən deyə bilər. Amma Allahın yaratmış olduğu mələyi bir insanın görməsi nədir? Qeyri mümkündür. Və rusulihi, Peyğəmbər sallallahu aleyhi ve sellemin Quran vəhi gəldi, 23 il vəhi nazil oldu. Bunun 13 ili Məkkədə, 10 ili Mədinədə. Əvvəlinci ayə dedik ki, nədir?
Ələq surəsinin ilk 5 ayəsi, əvvəlinci ayə İqra ayəsi, sonuncu ayə Bəqərə surəsində də əzizlər, o ayədə Allah Taala son ayə olduğunu və son gələn ayə olduğunu alimlər söylüyor. Sadəcə son ayələr haqqında rəy fərqliyi var. Rəy fərqliyi var. Bəzi alimlər der ki, son ayə budur, bəzilər der ki, son ayə odur. Ona görə, yəni qəbul olunan rəyə görə mən sizə həmin ayəni inşallah oxuyacağım ki, bu ayə hansı ayədir deyə. Ay, sağ ol. Yəni onu ərəbcəsini sizə oxumaq istəyirəm. İttəqu yevmən turcauna ilallah deyə Allaha qaytarılacağınız gündən qorxun ayəsidir. Elə mən də elə düşünürəm, 181 olmalıdır ayə. İttəqu yevmən turcauna fihi ilallah deyə keçir. Həmin ayədir. Sən də Allah insaf versin. Müshəf gətirmədin, getdim tərcümə gətirdim. Yox, o 280, Bəqərə surəsi cəmi cümlətəni 282 ayədir. 281-ci ola bilməz. 171-dir, səhv eləmirəmsə 181. Hafiz olmamaq belədir. Aramızda hafiz olsa o indi demişdi. Neyse, Allah əfv eləsin. Bəli, bu ayədir, amma bəziləri Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti ayəsinin son ayə olduğunu söylüyor. Amma Quran elmlərində mütəxəssis olan alimlər deyirlər ki, o ayə Məkkədə nazil oldu. O ayə şəriətin tamam olduğunu bildirir. Şəriətin kamilləşdiyini, hökmlərin, qadağanın, əmrin, halalın, haramın haqqında nazil olan ayələrin sonuncusu Əl-yevmə əkməltu ləkum dinəkum ayəsidir. Amma Qurandan nazil olan ayə İttəqu yevmən turcauna fihi ilallah ayəsidir. Bu ayədir. Sualları demişik ki, sonra verəcək. Və rusulihi, peyğəmbərlər. Resulullah sallallahu aleyhi ve sellemin hədis şərifində gələr ki, Allah Taala bir rəvayətdə 124 mindən çox, digər bir rəvayətdə 224 mindən çox peyğəmbər göndərib. 224 mindən çox peyğəmbər. Və bu 224 və yox 124 min peyğəmbəri bizim etiqadımız nə olmalıdır? Allahın göndərdiyi peyğəmbərlərin hamısı Allahın əmrini gətirib, Allahın vəhiylərini gətirib, dedikləri doğrudur, Allah haqqında dedikləri haqdır, həqiqətdir. Bunların əvvəlincisi Adəm əleyhissalamdır, sonuncusu Məhəmməd Mustafa sallallahu aleyhi və səlləmdir. Bunların arasında 124 mindən və yaxud 224 mindən çox peyğəmbər gəlib gedibdir. Bu rəqəmi 124 min şəklində nöqtələmək olmaz. 1, 2, 4, 3 dənə 0 olmaz. Və yaxud 2, 2, 4, 3 dənə 0 olmaz. Niyə? Çünki Resulullah sallallahu aleyhi ve sellem bunu cəzm eləmədi. 124 min, 224 min demədi hədisdə. Çox. Ona görə əgər biz onu 124 min desək, cəzm eləsək, hər hansı bir peyğəmbəri, peyğəmbərliyini inkar eləmiş olaraq. Ona görə deyir ki, dəqiq sayını Allah bilir, 124 mindən çox peyğəmbər gəldi. Elə bir peyğəmbər gəlib ki, sadəcə ailəsinə peyğəmbər olub, elə bir peyğəmbər gəlib qəbiləsinə peyğəmbər olub, elə bir peyğəmbər gəlib yaşadığı zonaya peyğəmbər olub, elə bir peyğəmbər də gəlib ki, xalqına peyğəmbər olub, elə bir də peyğəmbər gəlib ki, əleyhissalatu vəssələm bütün bəşəriyyətə peyğəmbər olub. Deyil tək bəşəriyyətə, insu cinnə peyğəmbər olub. Peyğəmbərlər hissələrə bölünür. Bunların hissələri
kimdir, nədir? İnşallah gələn dərsimizdə oxuyacağıq. Subhana rabbika rabbil izzati amma yasifun və selamun alel murselin velhamdülillahi rabbil alamin. Lillahi teala'l Fatiha.